Qazax rayonunun bir neçə əhali sayı baxımından böyük kəndləri mövcuddur ki, onlardan biri də rayonun Çaylı kəndidir. Bu kənddə 2 böyük məktəb fəaliyyət göstərir, lakin kənddə uzun illərdir ki, körpələr evi uşaq bağçasının olmaması sakinlərin, xüsusilə də iş adamı olan gənc ailələrin işlərini çətinləşdirir. İmkanı olan bəzi valideynlər övladlarını Qazax şəhərinə və ya digər yaxın kəndlərə aparsalar da, lakin əksər valideynlər övladlarını bağçaya yerləşdirə bilmirlər. Körpələr evi uşaq bağçasına getmədən məktəbə gedən balaca fidanlar isə digər bağçaya gedən yoldaşlarından geri qalır və ya məktəbdə daha çox əziyyət çəkirlər. Bu həmçinin müəllimlərin də işini çətinləşdirir. Bu barədə Çaylı kənd 2 saylı məktəbin direktor müavini məlumat verib. Hər valideynin imkanı yoxdur ki, buradan rayon mərkəzindən uşaqları bağçaya aparsınlar. Amma bir neçə valideynlər var ki, məsəl üçün öz şəxsi maşınlarından uşaqlarını aparırlar, bağçaya qoyurlar. Bağçada yer olub olmamağı da böyük məsələdir. Yəni ki, 5 yaşlı uşaqların məktəbdə bağçaya gedib getməyən uşaqlarla fərqi çox böyükdür, çox böyükdür. Hətta bilik cəhətdən demirəm, o biri örgəşmə, alışma məktəbə yanaşından da deyirəm ki, 5 yaşlar uşaq gəlir məktəbə, elə an olur ki, uşaq ağlayır, dura bilmir. Amma baxırsan ki, ondan körpə uşaq, baxırsan balaca cılız bir uşaq sərbəst şəkildə dayanıb, alışıbdır. Bilirsən mi, səhər boyurlar, bağça gəlirlər, uşaq alışıb. Bilik cəhətdən də ki, əlbəttə ki, onlar hazırlıqlı gəlirlər bizə. Bununla bağlı biz dəfələrlə müraciət eləmişik. Bizdə ömrü boyu özünüz bilirsiniz ki, lap qabaqlar olmuşdur. Neçə illər idi, uzun illər idi bağça olmamışdı. Qeyd edək ki, rayonun digər böyük kəndləri olan Daşsalahlı, Kosalar və 2-ci Şıxlı kəndlərində 3 körpələr evi uşaq bağçası fəaliyyət göstərir. Hətta Daşsalahlı və Kosalar kəndlərində bir binada 2 körpələr evi uşaq bağçası fəaliyyət göstərir. İnanırıq ki, aidiyyatı qurumlar sujetə baxdıqdan sonra bu kənddə də körpələr evi uşaq bağçasının fəaliyyət göstərməsi üçün əllərindən gələni əsirgəməyəcəklər. Könül Kazımova, Kamran Əskiparalı, Sənan İsmailov, Həcər Həsənova bugün informasiya proqramı üçün.